Qədirxum günün namazı. Bu namazın mükafatı, savabı o qədərdir ki, kim bu namazı qılsa və ondan sonra bir dua var onu oxusa, sanki Qədirxumda. Peyğəmbər, Allahın salamı olsun ona və əhli beytinə, İmam Əleyhisselamı rəhbər təyin eləyəndə o da orada olub, o da beyət eləyib. 2 rükət namazdır. İmam Sadiq Əleyhisselam buyurur. Alimlər nəql edirlər. 2 rükət namaz qılırıq. Vaxtı haçandır. Zöhr namazından yarım saat qabaq. 2 rükət namaz qılırıq. Hər rükətdə Həmd surəsindən sonra 10 dəfə Qul huvallah Tövhid surəsi, 10 dəfə Qədir surəsi, 10 dəfə də Ayətəl Kürsi oxuyuruq. Amma bu namazı qılmamışdan qabaq qüsl veririk. Qədirxum günün qüslunu verirəm. Qurbətən ilallah. Sonra dediyim bu 2 rükət namazı qılırıq. Namazı qurtarandan sonra səcdəyə gedirik. 100 dəfə Allaha şükr edirik. Şükran, şükran, şükran. İmam buyurur, hər kəs bu namazı qılsa, dediyim kimi, ona Allah Taala 100 min həccin, 100 min ümrənin savabını verər. Bu namazı qılanın hacəti, dünya və axirət hacətləri Allah tərəfindən qəbul olunlar. Bu namaz o qədər əhəmiyyətli namazdır ki, İmam Sadiq Əleyhisselam buyurur ki, əgər bu namazı həmin gün qıla bilməsən, sonradan qəzasını qıl. Qədirxumdan üstün bayram və gün yoxumuzdur.